Keçək sümük sisteminə. Ümumi olaraq dayak hərəkət aparatının funksiyaları nələrdir? Dayak hərəkət aparatının funksiyası bədən üçün dayak rolunu oynayır. Daxili orqanları xarici təsirlərdən qoruyur. Bədən üçün dayak rolunu oynayır. Daxili orqanları xarici təsirlərdən qoruyur. Müxtəlif həyat sözüm onu e, dayak hərəkət aparatına müəllim qanun formalı limitlərinin əmələ gəlməsi gedir. Qanun Qan formalı yaranmada limitlərinin iştirak edir, yaranması belə gedir. deyək. Yəni, mineral maddələrin mübadiləsində mühüm rol oynayır. Tamam. Formasına görə sümüklərin hansı növləri var? Deməli, uzun borlu sümüklər var, mənim qısa borlu sümüklər var, yassı sümüklər var, qarışıq sümüklər var. Sümüklər birləşərək nəyə əmələ gətirir? Sümüklər birləşərək, sümüklər birləşərək skelet əmələ gətirir. Bəli. İnsan skeletində təqribən nə qədər sümük olduğu qeyd olunur? 220 sümük. Tamam. Hmm. İnsan skeletini hansı şöbələrə ayıra bilərik? İnsan skeletini, müəllim, kəllənin skeleti, gövdənin skeleti, bir də ətrafların skeleti. Kəllə skeletini hansı şöbələrə ayırırıq? Üz şöbəsi var, bir də beyin şöbəsi var. Yaxşı. Gövdə skeleti hansı hissələrə ayrılır? Gövdənin skeleti, deməli, omurqa sütunu, bir də döş qəfəsi. Tamam. Onurğa sütunu hansı şöbələrə ayrılır? Omurqa sütunu hansı şöbələrə ayrılır, müəllim? Boyun, döş, bel, omurqa büzdüm şöbələrinə. Aha. Hərəsində sümük sayını denən. Deməli, mənim boyunda 7 boyunda 7 fəqərə, boyun döşdə 12, boyun döş, beldə 5, omada 5, büzdümdə də 4 ya da ki 5 müəllim. Yaxşı. Hansı şöbənin fəqərələri hərəkətsiz birləşmə əmələ gətirirlər? Deməli, hansı şöbənin birləşmədə də oma, bir də büzdüm şöbəsinin müəllim. Yaxşı. Döş qəfəsində qabırğalar nə ilə birləşirlər? Qabırğalar döş qəfəsində döş sümüyü ilə birləşirlər. Başqa? Qabırğalar döş qəfəsində döş sümüyü ilə birləşirlər. Bir də müəllim, fəqərələrlə birləşirlər. Tamam. Qabırğaları ümumi olaraq hansı növlərə ayıra bilərik? Deməli, müəllim, ilk 7 cüt qabırğa əsl qabırğadır. Ondan sonra 2 dənə 2 cüt yalançı qabırğadır. 300. Yox, 2 cüt yox, 3 cüt yalançı qabırğadır. Ən sondakı 2 cüt sərbəst qabırğadır. Yaxşı. E, Döş sümüyü növünə görə hansı sümüklərə aiddir? Döş sümüyü müəllim növünə görə yassı sümüklərə aiddir. Bəs qabırğalar? Qabırğalar o da müəllim yassı sümüklərə aiddir. Döş sümüyü neçə sümüklə birləşir? Döş sümüyü müəllim 14 dənə qabırğa ilə birləşir. 2 dənə də körpücük sümüyü ilə birləşir. 16 dənə. Tamam. Onurğa sütununda yalnız bir sümüklə əmələ gətirən neçə sümük var? Onurğa sütununda yalnız bir sümüklə birləşmə əmələ gətirən sümüklər, onurğa sütunu deyiriksə, müəllim, deyim də, ən sonuncu büzdün fəqərəsi, bir də ki, müəllim, sərbəst qabırğalar. 4 dənə də. Onurğa sütununda sərbəst qabırğa var. Yo, döş qəfəsini saydım, müəllim, saçdım. Deməli, müəllim, Gövdə skeleti sadəcə bir desək, dənə bəli, sonuncu, saymaq olar. Onurğa sütununda bir dənə axırıncı büzün fəqərəsi yəni, sonuncu deyə büzdün bilərik. fəqərəsi. Yaxşı. Yuxarı ətraf qurşağı hansı sümüklərdən ibarətdir? Yuxarı ətraf qurşağı, qurşaq hissəsi, müəllim, bir cüt kürək, bir cüt körpücük sümüyü. Kürək sümüyü nə ilə birləşir? Kürək sümüyü, körpücük sümüyü, bir də bazu sümüyü. Tamam. Kürəyin bazu ilə birləşməsi hansı sümük birləşməsidir? Hərəkətləndim. Hərəkətli. Hərəkətli. Tamam. Hmm. Alt çənə sümüyü hansı sümüklə hərəkətli birləşmə əmələ gətirir? 2 dənə gicgah sümüyü mənim. Başda hərəkətli birləşmə gəlməkdə iştirak edən neçə sümük var? Başda hərəkətli birləşmə deməm. Bir dənə alt çənədir, 2 dənə də gicgahdır müəllim. Başqa?
hərəkətli alt sənə 2 alt sənə gicgah bir deməli 4 dənə oldu onu bilirəm. Alt sənə gicgahdır. Alt sənə 2 gicgah, alt sənə bir fikirləşim. Alt sənə və 2 gicgah. 2 gicgah deyil ki müəllim. Alt sənə və 2 gicgah. Hı. Bir də ənsə. Bir dənə biri qaldı. Ənsə, Biri. ənsə. Ənsə. Hə, o ənsə ilə birinci boyun fəqrəsi müəllim. Tamam. Çanaq sümükləri hansı sümüklər? Bir dənə məsələn sol çanaq sümüyü hansı sümüklə birləşmə əmələ gətirir? Sol çanaq sümüyü but sümüyü ilə, Hı. bir də oma sümüyü ilə müəllim. Başqa? Oma fəqrələri. Deməli, çanaq sümüyü. Bir də mən digər çanaq sümüyü ilə. Bir də digər. Digər çanaqla hansı növ birləşmə əmələ gətirir? Çanaq və çanaq bir dəqiqə. Çanaq və çanaq hərəkətsiz idi. Bəli. Döş qəfəsində neçə sümük var? Döş qəfəsində ümumilikdə deməli, döş qəfəsində 12 dənə döş fəqərəsi, 24 dənə qabırğa, 36 bir dənə də döş sümüyü, 37 dənə. Tamam. Yuxarı ətrafın sərbəst hissəsinə aid olan sümüklər. Deməli, yuxarı ətrafın sərbəst hissəsinə aid olan sümüklər mənim bir cüt bazu, bir cüt mil, bir cüt dirsək, deməli, əl darağı arxası 8, əl darağı arxası sümüyü 8 dənə, falanqalar 14 dənə, yox, əl darağı arxası 8 dənə, əl darağı 5 dənə, bir də falanqalar 14 dənə. Aha, onlar da cüt-cütdür də, yəni hər ətrafda. Bəli, bəli. Yaxşı. Aşağı ətrafın sərbəst hissəsinə aid olan sümüklər. Aşağı ətrafın sərbəst hissəsi, deməli, müəllim, biri üçün deyim də müəllim, bir ətraf üçün. Aha. Deməli, bir bud, bir qamış, bir incik, diz qapağı, bir dənə diz qapağı, sonra ayaq darağı arxası sümüyü 7 dənə, ayaq darağı arxası 7 dənə, ayaq darağı 5 dənə, falanqalar 14 dənə. Tamam. Davam edirik. Osteomolyasiya nədir? Osteomolyasiya müəllim. Osteomolyasiya kirəzlənmə. Yox. Gözləmə ayrıdır. Yox, mən osteomolyasiya. Osteomolyasiya mən bilirəm. D vitamini çatışmazlığı, Nəticəsində sümüklərin sərtliyinin sümüklərin sərtliyini itirməsi. itirməsi. Bəli, bəli. Tamam. Bəs revmatizm xəstəliyi necə yaranır? Revmatizm xəstəliyi müəllim rütubət və soyuq havaların təsirindən yaranır. Hı -hı. Uşaqlarda çox olur, yaşlılarda. Revmatizm müəllim yaşlılarda daha çox. Tamam. Skalyoz nədir? Skalyoz müəllim omurga sütununun yanlara əyilməsi. Lordoz nədir? Kifoz nədir? Lordoz boyun və bel fəqərlərinin önə doğru əyilməsidir. Kifozda döş və oma fəqərlərinin arxaya doğru əyilməsi. Tamam. Fəqərələrinin deməyək, yəni şöbənin də belə deyək, ümumilikdə şöbənin Bəli. önə və arxaya doğru əyilməsi deyə bilərik. Tamam. Davam edirik. Burxulma nədir? Çıxıq nədir? Sınıq nədir? Burxulma müəllim. Deməli, sümüyün sümük çuxurunda zədələnməsidir. Bağların Burxulma. zədələnməsi. Bağların zədələnməsidir, bəli. Hı. Bəs çıxıq? Çıxıq sümük başının oynaq çuxurundan çıxmasıdır. Sınıq? Bir də sınıqdakı mənim sümüklərin sınmasıdır. Daxili sınıq var, bir də xarici sınıq var. Açıq sınıq, qapalı Açıq sınıq sınıq və vardır. qapalı sınıq olaraq iki növə, iki qrupa ayrıla bilər. Tamam.
Devam edirik. Devam edirik. Nəyə devam edirik? Əzələ sisteminə keçək. Əzələrin hansı növləri var? Əzələ mənim enə zolaqlı, skelet, saya bir də ürək əzələsi. Hansılar iradi, hansılar qeyri-iradidir? Demək, enə zolaqlı skelet mənim ən sürətli yığılan iradədir. Ondan sonra ürək əzələsi gəlir və o qeyri-iradidir. Ən gec yığılan saya əzələdir. Tamam. Başın dik duruşunu Buyurun. və hərəkətini təmin edən əzələ hansıdır? Başın dik duruşunu müəllim. Bəli. Başın dik duruşunu və hərəkətini təmin edən əzələ başın dik deyirəm. Başın əzələləri, çeynəmə və mimik əzələləri var. Başın dik duruşunu Yəni hansı əzələ başın belə dik qalmasını təmin edir? trapez əzələsi müəllim. Yox. Boyun əzələsi. Hə, boyun hədəf. Tamam. Deməli, davam edirik. Nəfəs alma və nəfəs verməni təmin edən əzələlər. Nəfəs alma və nəfəs vermə təmin edəcəklər döş əzələləri müəllim. Döş əzələləri də olar. Həmçinin qabırğa arası əzələlər və diafraqma əzələlər. Qabırğası əzələlər. Bəli. Yaxşı. Keçək qan damarı. Bəli. Qan damar sisteminin qanun funksiyaları. Demək, qanun funksiyaları müəllim, demək, qanun funksiyalarını bir-bir deyim də. İstilik, mənim istilik funksiyası istilik tənzimidir. Hı -hı. Tənəffüs funksiyası istilik tənzimidir. Hı -hı. Qidalandırmadır, ifrazatdır, istilik tənzimidir, qidalandırma, ifrazat. Sonra müdafiədir, müəllim, leykozitlər orqanizmə düşən yad cisimcikləri məhv etməsidir. Sonra bir də tənəffüs qaldı. O eritrositlərin orqanlara oksigen qazını daşımasıdır. Tamam. Ürək hansı boşluqda yerləşir? Döş boşluğunda yerləşir, müəllim. Sağ hissəsində, sol hissəsində. Döş boşluğunda sol hissəsində sağa əyləşir. Yəni qismən sol hissədə, orta döş xəttindən qismən sol Bəli. hissədə yerləşir. Neçə kameralıdır insan ürəyi? İnsan ürəyi 4 kameralıdır. 2 qulaqcıq, 2 məddəcikdən ibarətdir. Sağ məddəciklə sağ qulaqcıq arasında 3 taylı qapaq var. Sol məddəciklə sol qulaqcıq arasında 2 taylı qapaqlar var. Bəs mədəciklə damarlar arasında hansı qapaqlardır? Aypara qapaqlar müəllim. Bu taylı və aypara qapaqların funksiyası nədir? Taylı və aypara qapaqların funksiyası qanın müəllim bir istiqamətdə hərəkətini təmin etmək. Təmin etmək. Bəli. Ürəyə necə iri damar birləşir? Ürək boşluğuna. Ürəyə bilavasitə 8 iri damar birləşir. Onlardan müəllim ikisi qanı ürəkdən çıxaran damarlardır. Digər 6-sı isə qanı ürəyə gətirən damarlardır. 5-də arterial qan, 3-də venoz qan olur. Hansılardır? Adlarla deyək. Deməli, mənim qanı ürəkdən çıxaran damarlar aorta bir də ağciyər kötüyüdür. Aortada arterial qan, ağciyər kötüyündə venoz qan olur. Qanı ürəyə gətirən damarlar yuxarı boş vena, aşağı boş venadır. Bunlarda arterial venoz qan olur. Bir cür sağ ağciyər, bir cür sol ağciyər venasında isə arterial qan olur. Yaxşı. Tamam. Ürək sikli hansı fazalardan ibarətdir? Ürək sikli, qulaqcıqların sistolası, mədəciklərin sistolası, ümumi bir də diastola var. Müddət hissə olaraq Deməli, qulaqcıqların sistolası 8-də 1-ni, yəni 0,1 saniyə. Mədəciklərin sistolası 8,3-ünü 0,3 saniyə, ümumi diastolada 2-də 1-ni 0,4 saniyə çəkir. Tamam. Bəs əgər insanın yaşı 32-dirsə, onun mədəciklərinin diastolasına nə qədər vaxt sərf olunur? 30 deməli, mədəciklərinin diastolasına Bəli. deməli
Bizə 5 isə mən dəqiqə 32, 20, 20 deyil müəllim. Bəli, bəli. Tamam. Davam edirik. İnsan ürəyi orta hesabla dəqiqədə təqribən neçə dəfə döyünür? 75, 70-75 dəfə. Yaxşı. Keçək qana. Qanın tərkibi ümumi olaraq hansı hissələrdən ibarətdir? Qan plazması, bir də formal limitlərdən ibarətdir. Qan plazması 55-60%-ni, formal limitlər 40-45%-ni təşkil edir. Ha, Formali qan plazmasında 90-92% sudur mənim. tamam. Formalı elementlər də hüceyrə olduğuna görə hüceyrənin 70-80% sudur. Yəni biz onu da əgər qanın tərkibindəki suyun miqdarı soruşulsa, onu da nəzərə ala bilərik. Formal limitlərin mənim 70-80% sudur. Yəni hüceyrənin 70-80% sudur. Formalı elementlər də hüceyrə olduğuna görə, yəni o formada götürə bilərik. Bəli, bəli, bildim. Tamam. Davam edək. Qan hüceyrələri hansılardır formalı elementlər? Yəni, trombosit, eritrosit, leykozitlər. Eritrositlərin 1 kub millimetr qanda olan miqdarı 4-5 milyon. ömür müddəti nə qədərdir? 4 ay, 120 gündür. 120 gün və ya 4 ay. Harda əmələ gəlir, harda parçalanır? Demək, eritrositlər qırmızı sümüklüyündə əmələ gəlir, qaraciyər və dalaqda parçalanır. Yaxşı. Nəyə bənzəyir? Eritrositlər basıq şəkilli disk formalıdır, müəllim. Nüvələri yoxdur. Yetkin alır, nüvələri yoxdur. Yetkin Funksiyası nədir? Funksiyası əsasən mənim qidalandırmadır. Orqanlara oksigen qazını daşımaq və oradan karbon qazını çıxarmaqdır. Aha. Oksigeni və karbon qazını daşımaq. Oksigeni ağciyərdən hüceyrələrə, karbon qazını hüceyrələrdən ağciyərə daşımaq funksiyasını yerinə yetirir. Leykozitlərin 1 kub millimetr qanda olan miqdarı Leykozitlərin 1 kub millimetr qanda olan miqdarı 4-10 mindir. tamam. Harda əmələ gəlir, harda parçalanır, ömür müddəti nə qədərdir? Leykozitlərin ömür müddəti müəllim bir neçə saatda, bir neçə dəqiqədən bir neçə saata qədər ola bilər. Çox neçə il yaşayan nümayəndələr bir neçə ilə qədər də ola bəli, bilər. çox il, bəli, deməli, deməli, qırmızı sümüklüyündə müəllim, qırmızı sümüklüyündə bir də limfa düyünlərində əmələ gəlir. Yəni, Qaraciyər və dalaqlar parçalanır. dalaqda parçalanır deyəsən. Adacaq. Tamam. Nüvəlidir, nüvəsiz. Deməli, leykozitlər mənim nüvəlidir. Nüvəlidir. Funksiyası nədir? Orqanizmin immun sisteminin yaradılmasında iştirak edir və müəllim orqanizmə düşmüş yad cisimcikləri orqanizmdən xaric edir də belə deyim müəllim. Hansı yolla? Deməli, mən onların yalançı ayaqları onlar yalançı ayaqlara malik olan nümayəndələri müəllim qan damarlarından kənara çıxır və fagositoz yolla orqanizmə düşmüş yad cisimcikləri fagositoz yolla udur müəllim. Udur. Fagosto sözünün mənası nədir? Fago uduram deməkdir. Tamam. Kim tərəfindən elmə daxil edilir? Fagositoz deməli Metchnikoff tərəfindən kəşf edilmişdir. Tamam. Trombositlər. Trombositlərin 1 kub millimetr qanda olan miqdarı Trombositlər 150-400 min. 7-10 gündə ömürlərdir. harda əmələ gəlir, harda parçalanır? Qırmızı sümüklüyündə əmələ gəlir, dalaqda və qaraciyərdə parçalanır. Tamam. Funksiyası nədir? Qanın laxtalanmasını təmin edir mənim. Bəs yetkin halda nüvəlidir, yoxsa nüvəsiz? Yetkin nüvəsizdir mənim. Tamam. Keçək onda qan hüceyrələrini dedik. Qan qrupları. Qan qruplarını kim kəşf edib? Deməli, birinci, ikinci, üçüncü qan qrupunu deməli, birinci, ikinci, üçüncü qan qrupunu Landsteiner, dördüncü qan qrupunu Jansky müəllim. Bəs nədir o? Rezus amilini kim kəşf edib?
deməli, onu winner, bir də lunch denir. Yaxşı. Bəs belə deyək. Birinci, ikinci, üçüncü, dördüncü qrupda hansı antigenlər, hansı antitellər olur, onları denə. Deməli, bəli, qan qrupları, qan qrupları mənim eritrositlər və qan plazmasına, qan qrupları və qan plazmasıdır. Qan plazmasına ayrılır. Mənim eritrositlər olan isə deməli, e, deməli antigen eritrositlər olan isə antigendir, digəri isə antiteldir və Aha. eritrositlər yapışan maddədir, digəri isə yapışdıran maddədir. Birinci qan qrupu 0-0-dır. Bunda AB xassəli üzvlərlər olmur, ancaq alfa və beta, yəni anti-A, anti-B xassəli antitellər olur. İkinci qan qrupunda A olur, deməli A üzvləri olur, B üzvləri olmur, amma deməli alfa anti-A olmur, anti-B olur. Sonra birinci, üçüncü qan qrupunda deməli A olmur, A üzvləri olmur, B üzvləri olur. Orada alfa anti-A olacaq, anti-B olmayacaq. Dördüncü qan qrupunda A və B ikisi də olur. İkisi, anti-A, anti-B ikisi də olmur. Tamam. İkinci qrup hansı qrupdan qan ala bilər, hansı qrupa qan verə bilər? İkinci qrup birdən, ikidən ala bilər və deməli dördüncü qan qrupuna qan verə bilər. Bir də Həm ikinci qan 2-yə, həm qrupuna. 4-ə verə bilər. Evet. Dördüncü qrup hansı qrupdan qan ala bilər, hansı qrupa qan verə bilər? Dördüncü qrupa qan verə bilər. Bütün qruplardan qan ala bilər. Nəyə görə ikinci qrup üçüncü qrupa qan verə bilməz? İkinci qrup, üçüncü qrupa qan verə bilməz. Mən bir də onu yazdım. Deməli, ikinci qrupa müəllim ikinci qrup A-dır. İkinci qrup üçüncü qrupa qan versə müəllim, orada antitellərdən ikinci qrupda müəllim beta antiteli yerləşir, amma üçüncü qrupda isə B antigeni yerləşir və onların bir-birini dağıtmasına səbəb olduğu üçün. Biraz tərsinə dedin elə bil ki. Və ikinci qan qrupunda müəllim 2 3-ə beta niyə verə antiteli bilməz? yerləşir. 2 3-ə niyə verə bilməz? Hı -hı. İkinci Biz qan qan qrupunda verənin nəyini nəzərə almalıyıq, qan alanın nəyini nəzərə almalıyıq? qan verənin deməli antigenini nəzərə almalıyıq. Qan alanın antitelini nəzərə almalıyıq. Bəli. İkinci qrupda hansı Deməli, antigen var? deməli, ikinci qrupda A antigeni var. İkinci Üçüncü qrupda qrupda. da alfa antiteli var. Ona görə həmin onlar bir-birini dağıdacaqlar. Bəli. Yəni ikinci qrupda A antigeni var, üçüncü qrupda alfa antiteli var və aynən alfa bir yerdə olsa yapışmasına, eritrositlərin məhv olmasına səbəb olacaq. Yəni ona görə də biz o cür köçürmənin mümkün olmadığını qeyd edirik. Tamam. Davam edirik. Əgər plazma köçürməsini nəzərə alsaq, yəni yalnız plazmanın köçürməsini düşünsək, onda qan köçürmə necə olacaq? Yalnız plazmanın məsəl üçün neçənci qan qrupuna, neçənci qan Yəni qrupuna. qan köçürərkən tutaq ki, biz eritrositi yox, sadəcə plazmanı nəzərə alırıq. Plazmanı köçürürük. Onda hansı qrup, məsələn, dördüncü qrup hansı qrupa qan verə bilər, hansı qrupdan qan ala bilər? Dördüncü qrup, müəllim, yalnız dördüncü qrup qan verə bilər, amma bütün qruplardan qan ala bilər. Çünki onun müəllim nə alfa antiteli, nədir ki, beta antiteli yoxdur. Bu elə normalda belə idi də. Mən deməli Tərsinə niyə olacaq. necə müəllim ya? Yəni biz normalda deyirik ki, hamısından qan alır, ancaq 4-ə qan verir. Amma əgər plazma köçürməsini nəzərdə tutsaq, onda əksinə olacaq. Bütün qruplara qan verə Hə, bilər, yalnızca 4-dən qan alır. hə bildim, başa düşdüm mən. Yəni plazma köçürməsi eritrosit köçürməsinin əksinədir. Başa düşdüm mən. Belə düşünək də, məsələn, 4-cü qrupda məsələn, plazmasında nə alfa, nə beta yoxdur. Ona görə onu istənilən bir qan qrupuna köçürsək, yəni heç birinə zərər verməyəcək. Hə, Amma başa düşdüm mən. Amma bəli, qan alanda isə ancaq 4-dən qan ala bilər. Çünki başqa qruplardan
belə deyək ki, plazma alsa, başqa qrupların plazmasında olan alfa, onların plazmasında olan məsələn beta, dördüncü qrupun eritrositində olan A-ya, B-yə zərər verə bilər. Bilmən. Tamam. Qanın arteriyalarda, venalarda, aortada və kapillərdə olan hərəkət sürəti. Ən böyük sürət aortadadır. Hı? Aortanın sürəti demək 0,5 metr bölü saniyədir. Sonra arteriyada isə müəllim 0,2 metr bölü saniyədir. Hı. Aorta, venada Arteriya da 0,2 deyildi. Aortada 0,125 metr bölü saniyədir. Venada isə müəllim 0,2 metr bölü saniyədir. Kapillərdə 0,5 millimetr bölü saniyədir. 0,5 millimetr bölü saniyə. 0,5 millimetr saniyədir və 0,5 metr bölü saniyə. Necə? 0,5 millimetr bölü saniyə, bəli. Bəli. %5 metr demək istəyirdin. Hə, mən bunu çəkdiyimi bilmirəm. %5 metr desən o artıq 5 millimetr eləyər. 0,5 millimetr olmaz. O mində 5 Bəli. metr ola bilər. Tamam. Davam edək. İmmunitet. Nədir immunitet? İmmunitet müəllim orqanizmin necə deyim müəllim, xəstəliklərə qarşı müqaviməti, cavab Hansı reaksiyası, növləri var? Müqavimət göstərmə immunitet qabiliyyəti. müəllim. Bəli. İmmunitet, təbii immunitet var, bir süni immunitet var. Təbiinin hansı növləri var, sünninin hansı növləri var? Təbii müəllim, anadan gəlmə immunitet var, bir də sonradan qazanılmış immunitet var. Süni isə müalicələr də var, bir də peyvəndlər var. Demək, anadan gəlmə immunitet, məsəl üçün, insan qanında ona qarşı həmin xəstəliyə qarşı antitellər olur. Məsəl üçün, insan heç vaxt müəllim donuz taunu xəstəliyinə yoluxmur. Sonradan qazanılmış isə məsəl üçün, insan ömründə bir dəfə su çiçəyi, qızıldaş kimi xəstəliklər tutduqdan sonra həmin xəstəliklər bir də tutulmur. Çünki onun qanında həmin xəstəliyə qarşı antitellər yaranır. Bəli. Bəs süni immunitetin növləri hansılar oldu? Deməli, peyvəndlər, bir də ki, müalicələr də var. Peyvənd, məsələn, müəllim, uşaqlıq vaxtında yoluxa biləcək xəstəliklərin zəiflədilmiş və ya öldürülmüş formasının qana köçürülməsidir. Yəni. Deməli, müalicələr də bizə sərdablar isə məsələn, xəstəliyi keçirən hər hansısa bir heyvandan həmin xəstəliyi daşıyan həmin xəstəliyi daşıyıcısını müəllim xəstənin bədəninə vurulmasıdır. Xəstəliyi keçirib sağalmış heyvan və ya insanın qanından hazır antitel alınaraq, yəni o xəstəliyə qarşı antitel artıq yaranıb həmin canlıda, hazır antitel alınaraq xəstə insana və yaxud heyvana köçürürlər və o həmin o canlının qanında fəaliyyət göstərərək xəstəliyə qarşı müqavimətini təmin edir. Bəli. Tamam. Qan xəstəlikləri hansılardır? Qan xəstəlikləri müəllim, irsi qan xəstəlikləri, bir də qanla keçən xəstəliklər var. İrsi qan xəstəliklərinə hemofiliya, talasemiya, leykoz aiddir. Bir də hemofiliyanı dediyim. Hemofiliyanı dediyim, bir də anemiya müəllim, qan azlığı. Anemiya, bəli. Onlar haqqında, hər biri haqqında qısa məlumat ver. Deməli, müəllim, birinci anemiyadan. Anemiya müəllim, qanda hemoqlobin zülalının çatışmazlığı zamanı yaranır. Qanda hemoqlobin zülalının çatışmazlığı zamanı yaranır. Leykozda xalq arasında belə bir deyim var, leykozda ağ qan qırmızı qan yeyir. Yəni onların əmələ gəlmə qırmızı sümüklüyündə leykozitlərin sayı eritrositlərin sayından çox olur. Sonra hemofiliya müəllim, hemofiliya irsi qan xəstəliyidir. Qan laxtalanması qabiliyyəti zəif olur. Bəli. Bir də talasemiya. Talasemiya da müəllim iki cürdür.
böyük talasemiya var, kiçik talasemiya var. Kiçik talasemiya olan şəxslər vaxtında müalicə edilsə, həmin xəstəlik həmin xəstəliyin əlamətləri keçə bilər və talasemiya xəstəliyi zamanı qaraciyər və qaraciyər və dalaq şişir. Böyük talasemiya xəstəliyi isə müəllim, o xəstəyə hər ay qan köçürülməlidir. Talasemiya xəstəliyi zamanı eritrositlər aypara şəklində olur. Hı -hı. Bəli, eritrositlərin ölçüsü kiçilir. Yəni anemiyada eritrositlərin sayı azalır, amma talasemiyada eritrositlərin ölçüsü kiçildiyinə görə nəticədə hemoqlobinin miqdarı azalmış olur. Tamam. Bəli. İnsana neçə cür qan dövranı var? İki cür qan dövranı var. Böyük qan dövranı, kiçik qan dövranı. Böyük qan dövranı zamanı və həmçinin kiçik qan dövranı zamanı qanın hərəkət ardıcılığı necədir? Deməli, mən birinci kiçik qan dövranı deyim. Kiçik qan dövranı sağ deməli, kiçik qan dövranı başlayır mənim sağ mədəcikdən ağciyər kötüyünə, ağciyər kötüyündən sağ və sol ağciyər arteriyalarına, sağ və sol ağciyər arteriyaları ilə venoz qan ağciyərlərə gedir və orada kapillyar şəbəkə əmələ gətirir. Kapillyarlar müəllim, orada kapillyarlar öz növbəsində vena damarlarının birləşərək vena damarlarının əmələ gətirir və ağciyərlərin içərisində venoz qan arteriya qala çevrilir. Sonra isə bir cür sağ ağciyər venası, bir cür də sol ağciyər venası ilə sol qulaqcığa gətirilir. Bəli, bu oldu kiçik qan dövranı. Bəs böyük qan dövranı? Böyük qan dövranı sol mədəcikdən aorta ilə çıxır, sol mədəcikdən aorta ilə çıxır və müəllim arteriya şəklində deməli bir hissəsi beyinə müəllim və bir hissəsi böyrəklərə aşağı ətraflara gətirilir. Deməli, deməli başdan və yuxarı Yəni ətraflardan orqanlara gedir də belə deyək. bəli, bəli. Sonra səhv eləmirəmsə müəllim beyinlə böyrəkləri qanın 5də biri gedir, digər hissələrdə isə qalanlar Hı -hı. qalan hissələri gedir. Orada. Deməli, və sonra ürəyin sağ qulaqcığına müəllim yuxarı boş venə və aşağı boş venə ilə gətirilir. Yuxarı boş venəyə müəllim yuxarı ətraflardan və sağlam olun müəllim. Sağ ol. Demək, yuxarı boş venəyə deməli yuxarı ətraflardan bir də baş beyindən gələn venoz qan tökülür. Aşağı boş venə isə bədən digər hissələrindən gələn qan tökülür. Yuxarı boş venə ilə aşağı boş venənin vurduğu gətirilən qanın həcmi aortadan çıxan qanın həcminə bərabər olmalıdır. Bəli, bəli, sən düzdür. Limfa sistemi nədən təşkil olunmuşdur? Limfa sistemi deməli limfa düyünlərindən bir də müəllim limfa sistemi, limfa düyünləri, limfa damarları, Hı. limfa sistemi, limfa düyünləri, limfa damarları, bir də ki, limfa sistemi, limfa düyünləri, limfa damarları, limfa mayeəsindən təşkil olunmuşdur. Kapilyaları Necə müəllim? və limfa kapilyalarından təşkil olunmuşdur. Limfa kapilyalarından təşkil olunmuşdur. Əsasən yad cisimlərin zərərsizləşdirilməsi harda baş verir bu limfa sistemində? Əsasən yad cisimlərin zərərsizləşdirilməsi limfa sistemində Hı -hı. harda baş verir? Limfa düyünlərində müəllim. Limfa düyünlərində. Yad cisimlər zərərsizləşdirildikdən sonra həmin bu yəni hüceyrəarası maddədən sorulan maddələr sonradan hara qayıdır? Qana qaytarılır müəllim. Limfa sisteminin də Hansı damar əhəmiyyəti vasitəsilə? deməli hansı damar vasitəsilə? Bəli. Kapillyarlar vasitəsilə müəllim. Hansı damara açılır belə deyək. Limfa sistemi hansı damara açılır? Limfa sistemi hansı damarlara açılır? Limfa sistemi hansı damarlara açılır? Bilməm mənim kapillyarlardır. Vena damarına açılır. Bir zaman qeyd edilib. Vena damarına açılır və onun vasitəsilə gəlir ürəyin sağ qulaqcığına. Tamam. Davam edirik.
Nə ilə davam edir? Qanın hansı hissəsi ehtiyat halında saxlanır, hansı hissəsi bədəndə dövr edir? Qanın 1/4 hissəsi ehtiyat halında saxlanır. Gör, 1/4 deməli. Bəli. Qanın 1/4 hissəsi mənim ehtiyat halında saxlanır, 4 hissə dövr edir. Bəli. Tamam. Ürək siklinin müddətinin zamandan və nəbz vurğularının sayından asılılıq düsturu necədir? Delta T bərabərdir. T bölünsün N. T mənim dəqiqə T məsələn deyir ki, 120 dəqiqə ərzində 200 ürək vurğu olubsa, ürək siklinin sayı deyir. Ürək siklinin sayı da mənim zaman bölünsün ürək vurğularının sayıdır. Bəli. 120 dəqiqə 120 saniyə olur hər halda. Hə 120 120 saniyə dəqiqə də ola bilər, amma orada biraz miqdar çox olar. çox. Tamam. Orta həyat müddətində ürək nə qədər qan vurur təqribən? Bir 3 deməm 3,7 milyon deyir. 3 5,7. milyon 5,7 milyon. 5,7. İlk dəfə çiçək xəstəliyinə qarşı peyvəndi kim müəyyən edib? Səninə qarşı peyvəndi Edward Jenner. Edward Jenner. Tamam. Qanla yoluxan xəstəliklər qaldı deyəsən. Qanla yoluxan xəstəliklər hansılar idi? Qanla yoluxan xəstəliklər müəllim hepatit idi, bir də qazanılmış immun çatışmazlığı. Bəli, bəli. Tamam. Hepatitin hansı formaları qanla yoluxur? BCD Tamam. formaları var. İnsan nə qədər qan itirsə təqribən ölə bilər? 2 litr yarım. 2,5 litr. Qanaxmanın hansı növləri var? Qanaxmanın hansı xarici qanaxmalar var, daxili qanaxmalar var müəllim. Hı. Onlar özləri hansı Yox. növlərə ayrılır? Demək, artıq arterial qanaxma var, kapillər qanaxma var, bir də venöz qanaxma var. Tamam. Onlar zamanı belə deyək ki, ilk tibbi yardım olaraq nə edə bilərik? Kapillər qanaxmalar zamanı deməli güclü qanaxmalar olmur. Onlar həmin zaman demək qanaxmanın tərəfi təmizlənib və oranı bintlə bağlamaq kifayətlidir. Hı -hı. Sonra arterial qanaxmalar mənim böyük demək arterial qanaxma, venöz qanaxmalar mənim kiçik qanaxmalar var. Venöz qanaxmalarda böyük qanaxmalar var. Kiçik qanaxmalar zamanı kapillyarlarda göstərdiyimiz kimi ancaq böyük qanaxmalar zamanı böyük venöz qanaxmalar, bir də arterial qanaxmalar zamanı mənim həmin ətrafa turna qoymaq lazımdır. Bəli. Yəni kiçik venoz qanaxmada sıxıcı sarğı qoyulur. Yəni kapillyar qanaxmada sadəcə təmizlə bağlanıla bilər, yəni yara təmizlənərək bağlanıla bilər, amma kiçik venoz qanaxmada sıxıcı sarğı qoyulur ki, həmin nahiyəni sıxmaq lazımdır. Və turna isə belə deyək də qan axınından, yəni qanaxma olan yerdən yuxarıda, yəni qanın həmin yerə axınını müvəqqəti olaraq dayandırmaq üçün Bəli. istifadə olunur, amma o da təbii ki, uzun müddətli yəni o şəkildə saxlanıla bilməz. Yəni tez təcili olaraq həkimə çatdırmaq lazımdır. Belə deyək də tibbi yardım göstərmək üçün. Davam edirik. Sonra nə qaldı, nə soruşmadım. Ateroskleroz. Nədir ateroskleroz? Ateroskleroz mənim arteriya damarlarının içərisinin xolesterinlə dolması, Yağa bənzər maddə ilə. yağa bənzər maddə ilə müəllim, bəli, damarların içərisində müəllim dolması. Bəli. Tamam. Axırıncı dəqiqədə elə bilirəm ki, keçdiyimiz mövzuları sual cavab edə bildik. İnşallah gələn dərs sınaq olmaz da bu dəfə insanın qalan mövzularını izah edəcəm. Yenə onu da soruşacağım. Ondan sonra inşallah sınaq işləyərik. Bəli, dərsin 3-cü günü də elə bilirəm düzdür? Bəli. İnşallah 3-cü gün görüşənə dək. Ümid edirəm ki, qalmadı. Varsa deyə bilərsən.